İran Prezidenti Məsud Pezeşkiyanın Azərbaycana səfərinə hazırlıq sürətlənib. Bu barədə İranın Ticarət Palatasının sədr müavini Hüseyn Pirməzzin deyib. O bildirib ki, Ərdəbil və ölkənin şimal-qərb əyalətlərindən 110 özəl sektor fəalı və iqtisadi heyət Pezeşkiyanın səfəri ərəfəsində Azərbaycan Respublikasına yola düşəcək. Aprelin 28-də prezidenti müşayiət edən nümayəndə heyəti səfərə hazırlıq və yekun razılaşmanı başa çatdırmaq məqsədi ilə Azərbaycan Respublikasına səfər edəcək. Ərdəbil, Gilan, Şərqi və Qərbi Azərbaycan da daxil olmaqla, ölkənin şimal-qərbinin 4 ostanının valiləri prezidentlə birlikdə Azərbaycan Respublikasına səfər edəcək. Bundan əlavə, prezidenti Azərbaycana səfər zamanı 110-120 nəfər müşayiət edəcək. Nümayəndə heyətinə özəl sektor fəalları və İranın iqtisadi və parlament nümayəndələri daxildir.